iki dənə sual ortaya çıxdı. 1. Qədir gecəsi nə vaxt başlayır? 2. Qədir gecəsində durmaq, onu ihya etmək, yəni hansı miqdar ona kifayət eləyir? Yəni səhərə kimi oyaq qalmaq lazımdır, yoxsa bir neçə saat oyaq qalanda olur, yoxsa qətiyyən yatmaq olmaz? Birinci məsələ odur ki, gecə məğribdən olaraq başlayır. Məğrib girdisə, həmən belə deyək ki, öndəki günün gecəsi başlayır. Ta ki, fəcr namazına qədər. Bu gecə hesab olunur. Bu məğrib namazının girməsi ilə Qədir gecəsi elə bir ki, başlayır. Sən o etdiyin ibadətlər hamısı Qədir gecəsində etdiyin ibadətlərə daxildir. Məğrib namazı da, məğribdən sonra işaya qədər olan zaman da, işə namazı da, təravih namazı da, ondan sonra da ta fəcrə kimi. Deməli, bu sualın birinci hissəsinin cavabı ki, yəni Qədir gecəsi nə zaman başlayır? Düzdür? Sualın ikinci hissəsi isə odur ki, nə qədər mən gecədən durmalıyam ki, Qədir gecəsini durmuş hesab olunum. Və ya məsələn, suala bir dənə də əlavə etmək olar ki, mən nə etməliyəm, hansı əməlləri etməliyəm? Bəzi yayılan yanlış fikirlər var ki, Qədir gecəsini ihya etmək odur ki, mütləq sən sübh namazına qədər oyaq qalmalısan, yatmamalısan. Mücərrədən oyaq qalmaq Qədir gecəsini, yəni Qədir gecəsində durmaqdır. Xeyr, belə deyil. Birincisi, Qədir gecəsini ihya etməkdən məqsəd mücərrədən oyaq qalmaq deyil. Mücərrədən sən yatmırsan, oyaq qalırsan, bu Qədir gecəsini ihya eləmək deyil. Qədir gecəsində sən, yəni ihya etmək odur ki, sən onu ibadətlərlə, salih əməllərlə ihya edəsən. Namazla, Quran qiraəti ilə, zikirlə, tədəbbürlə, təfəkkürlə, salih əməllərlə. Budur. Bəzi insanlar məsələn oyaq qalır, amma gecə səhərə kimi kompüter oyunları oynayır. Kinoya baxır, qeybət, söz-söhbət, belə eləyirlər. Deyirlər, Qədir gecəsində durduq. Elə deyil. Sən əksinə elədin, sən onu zay elədin. Sən Qədir gecəsinin o fəzilətini xarab elədin, məhv elədin. Amma sən nə edə bilərsən? Məsələn, bu məğrib, işa, təravih, bundan da əlavə oturub məsəl üçün 1-2 cüz Quran oxuya bilərsən. Biraz dua eləyə bilərsən, biraz zikr eləyə bilərsən, biraz tədəbbür eləyə bilərsən. Bu sənin üçün nədir? Qədir gecəsini ihya etməyə daxildir. Amma şübhəsiz ki, qardaşlar, indi burada bir məsələ var ki, indi bir nəfər də deyə bilər ki, qardaş, mən sübhə qədər oyaq qalmaq istəyirəm. Fəcr namazına qədər oyaq qalmaq istəyirəm. Hətta fəcr namazını da qılım. Daha sonra hətta günəş çıxana qədər zikr eləyim və s. Quran oxuyum. Bu daha gözəl. Ən gözəli budur əlbəttə ki. Şübhəsiz ki, ən gözəl odur ki, gecənin hər saniyəsindən, hər anından, hər dəqiqəsindən istifadə elə. Sübhə qədər oyaq qal. Burada heç bir problem yoxdur. Əksinə gözəli budur. Amma ola bilər ki, məsəl üçün kimsə səhər işə gedəcək, nəsə başqa bir məcburdur, bu səhər yuxusu ala bilməyəcək, gecə müəyyən saatlarda yatmasa, məsəl üçün səhər onun problemləri olacaq. Elə insan varsa, məsəl üçün gecənin bir hissəsini ihya eləsin, bir hissəsində yatsın. Burada bir problem yoxdur. O Qədir gecəsini durmuş hesab olur. Yəni belə deyək də, Qədir gecəsi əzəmətli bir xəzinədir. Zamana bağlı bir xəzinədir. Gecəyə bağlı bir xəzinədir, sübhə qədər. Sən nə qədər faydalansan, sənin xeyribədir. İstəyirsən səhərə qədər faydalan, istəyirsən bir hissəsini faydalan. Keçərli olur. Yəni mütləq ki, səhərə qədər oyaq qalmalısan deyə bir şey yoxdur.